GDT Xidmət Əliyevan, buyurun. Alo, salam xanım. Salam. Abi sizi bu data kart nömrəsi ilə bağlı narahat edirik. Belə. Deməli, dünənlərim mən balansım kontrol edəmişəm yenilənmək üçün. Belə. Bu da o şimdilərin balansımdan 59 qəpik pul çıxılıb ki, nəyəsə abunə olmuşsunuz. Bu öz yerindədir. Nəyəsə abunə olmuşuq, bu heç. Amma halbuki heç nəyə abunə olmamışıq. Yəni onu göydə ki, Allah da şahid. İndi verdiyiniz o nömrəyə yığırıq. O nömrə telefonu açmır. Mən də narla zəif vurmuşam onlara. Belə. Demək olar ki, 1-2 manatlı kontrol xərcləmişəm, 1 saat xətlərinə düşə bilmirəm. Hansı nömrədir? Nömrəni təqdim edin, data kart nömrənizə. 055 Belə. 298 Belə. 9737. 97-37. Bəli. Hansı nömrəyə əlaqə saxlayırdınız? Əlaqə saxladığım nömrəni deyim. Belə. 055 Belə. 528 68 08. Həmən nömrələ əlaqə saxlamağa çalışmışsınız, amma nömrə cavab vermir. Bəli, cavab vermiş. Allah'ım olsun 1 saatlıq xəttə gözləyəm. Evdə də ev telefonu yoxdur ki, heç olmasa kontur getməsin də. Bunun hamısı puldur, vəsaitdir. 012 404 13 89. Bu nömrələ əlaqə saxlamağa çalışdınız. Bəli. Əlaqə saxlamışam. Açmır. Saat 9-dan əlaqə saxladınız. Bəli, saat 9-dan sonra əlaqə saxlamışam. Hətta bəyəklarım, istəsiniz bundan qabaq zənci yoxlaya bilərsiniz. Sizin operatordur onlarla. Əlaqə saxladı, açmadılar telefonu. Mən qeydiyyata götürəcəm ki, yəni belə bir hal-hazırda məlumat var ki, həmən nömrə cavab vermir, yəni ki, əlaqə saxlamaq mümkün deyil. Həmən data kart nömrənizi qeydiyyata götürürəm, hörmətli əmləkçim. Hanım, indi mən kontrol istəyirəm. Mən ateyn olmaq istəyirəm ki, mənim dayandırılıb da bu kontrol yüklüyüm ki, mən internetsiz qalmışam. Nə o tərəf açmır, nə bu tərəfdən siz məsələni həll edə bilirsiniz. Bax, mən nətər edeyim, mən deyiləm sizsiz, nətər edəyəm mənə? Mən yalnız dediyim kimi nömrənizi qeydiyyata götürə bilərəm ki, aidiyyəti şöbəmiz tərəfindən sizə yardım etsinlər. Mən sizin müştərinizəm, xahiş edirəm. Məndə inanırsan, dünəndən bu məsələ ilə əlləşirəm. Bütün işimi gücümü atmışam qırağa. Mən də səbrim, əsəbim Gördüyüm qədər sizin, yəni ki, nömrənizdəki olan seçeneği olmuşuq. Və yalnız həmən... Götürməli xanım, heç bir çarə görünmür. Balansından kontrol qeydiyyat aldılar ki, qaytarılacaq. Bəyək operatorumuz deyir ki, nəsə bir aşıq olub. Yəni, bu data nömrələrə aid deyil. Bu da qaydırılacaq. Elədir, yoxsa yox? Təbii ki, data kart nömrələrində belə bir qeydiyyat olunması mümkünsüzdür. Çünki siz stop vasitəsilə onu dayandıra da bilmirsiniz. Hər halda nömrənizi artıq qeydiyyata götürüblər və sizdən rica edirəm, biraz səbirlə gözləyirsiniz. Aydınlıq getirəcəklər. Əlavə sağlıqlı olacaq. Belə pis çıxmasın. Yəni, bu sizin nətər deyim, sisteminizin səhvidir. Bizim səhvimiz deyil. Düzdür? Hörmətli əmləkçi, həmən xidmətlər vaksilə aid olmadığına görə dərhal biz müdaxilə edə bilirik. Ona görə texniki... müqavilə bağlayıb işləyir. Bu belədir də. Bu, məsəl üçün, narda niyə elə deyil? Narda bağlayır, öz əllərindədir. Siz onlarla müqavilə bağlayıb işləyirsiniz. Ona görə də belədir. Texniki şöbəmiz. Gedən vətəndaşlardır, xanım. Allahın olsun belədir. Texniki şöbəmiz tərəfindən qeydiyyata götürülən bu sorğu hörmətli əmləkçi yoxlanılıb, köməkli göstəriləcək və sizə məlumat veriləcək. Xahiş edirəm. Əlavə sualınız var? Sizə də xahiş edirəm. Yəni, mən internetsiz qalmışım. Ya məcburam ki, hansısa başqa bir operatora keçsin. Aydınlıq getirəcək. Əlavə sualınız hörmətli əmləkçi. Sağ olun, xanım.